Təşəkkür edirəm xanım sədr, hörmətli xanım sədr, hörmətli həmkarlar və media nümayəndələri. Əmək Məcəlləsinə təklif edilən mütərəqqi dəyişikliklərdən biri də iş yerlərində əməyin mühafizəsinin daha sistemli, nəzarət edilən və məsuliyyətə əsaslanan mexanizmə çevrilməsini hədəfləyir. Xüsusilə maddə 219-da zərərli, ağır və yüksək təhlükə mənbəyi olan istehsalat sahələrində çalışan işçilər üçün tələblər əhəmiyyətli yeniliklərdən biridir. Bu kateqoriyaya aid işçilər ən azı 3 ayda bir dəfə, digər sahələrdə çalışanlar isə azı ildə bir dəfə əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar. Təlimlərin məzmunu, müddəti, təlimçilər barədə də minimum tələblər müəyyənləşsə məqsədə uyğun olardı. Maddə 220-yə təklif olunan dəyişiklik üzrə istehsalat sahələri olan müəssisələrdə əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsait işçilərin əmək haqqı fondunun azı 2%-ni, digər müəssisələr üçün isə azı 1%-ni təşkil etməlidir. Bu norma əməyin mühafizəsinin xərc deyil, investisiya kimi qəbul edilməsini təşviq edir. Əməyin mühafizəsinə qoyulan xərclərdən gələn mənfəətin hesablanması qaydaları müəyyən olunsa, mənzərəni tam ortaya qoyar. İstənilən qəza həm işə götürənə, həm də dövlətə böyük xərc gətirir. Hər il iş yerində insanlara dəyən zərər nəticəsində dövlət büdcəsindən sosial təzminatlara, sığorta şirkətlərinə, əlilliklə bağlı təminatlara ciddi miqdarda vəsait sərf olunur. Ancaq işə götürənlərin təhlükəsiz iş şəraiti yaratmasını biz doğru mexanizmlərlə stimullaşdıra bilsək, milyonlarla manat vəsaitə qənaət etmiş olarıq. Bu, büdcənin əlavə yüklənməməsinə böyük töhfə verər. Məsələn, yüksək riskli istehsalat müəssisələrindən daha çox, riskləri olmayan və iş qazaları minimum olan müəssisələrdən isə daha az sığorta vəsaiti toplana bilər. Bu, avtomobillərin sığortası mexanizmində də tətbiq olunur və bu mexanizmin məqsədi təhlükəsizliyi stimullaşdırmaq xarakteri daşıyır. Maddə 222-yə təklif olunan dəyişikliklə indi işçilərinin sayı 50-dən az olan müəssisələrdə bu funksiyanın müvafiq biliyi olan işçilərdən birinə həvalə edilməsi və ya ayrıca mütəxəssis ştatının yaradılması təklif olunur. Bu yanaşma SƏTƏM, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit prinsiplərinin bütün müəssisələrdə icbari tətbiqini nəzərdə tutan ISO 45001 standartına tam uyğundur. Qanun həm də fiziki şəxs olan işə götürənlərə şamil olunur. Lakin onu da nəzərə almalıyıq ki, bugün əksər mikro sahibkarlıq subyektlərinin azı 3 işçisi var. Yəni 3-4 işçisi olan iş yerində əməyin təhlükəsizlik xidmətlərinin təşkilinin də effekti olmayacaq. Xüsusilə əgər bu istehsalat deyil, xidmət sahəsidirsə. Məsələn, Britaniya modelində aşağı hədd 5 nəfər işçidən çox qəbul olunur. Təklif edirəm ki, bu maddədə aşağı hədd də müəyyənləşdirilsin. Digər təklifim qanundakı terminologiya ilə bağlıdır. Əməyin mühafizəsi funksiyası bu sahə üzrə qoşulduğumuz Beynəlxalq Əmək Təşkilatının 155 və 187-ci konvensiyalarında Occupational Safety and Health, peşə təhlükəsizliyi və sağlamlıq, ISO 45001 standartında Occupational Health and Safety, yəni peşə sağlamlığı və təhlükəsizliyi kimi ifadə olunur. 155-ci konvensiyanın tətbiqi ilə bağlı 2023-cü ildə qəbul edilən Azərbaycan Respublikası qanunu da əməyin təhlükəsizliyi və gigiyenası kimi qəbul etmişik. Burada təhlükəsizlik termini daim ön plandadır və bu daha geniş anlayışdır. Bu sahə üzrə universitetlərimizdə tədris olunan ən yeni dərsliklərdə də bu fəaliyyət sağlamlıq və əməyin təhlükəsizliyi kimi ifadə olunur. Yəni, biz beynəlxalq standartları qəbul edirik, tətbiq edirik, ancaq qanunvericiliyimizdə fərqli terminologiya istifadə olunur. Ölkə üzrə terminoloji vahidliyi təmin etmək, həmçinin beynəlxalq standartlara uyğunlaşmaq məqsədi ilə qanunda əməyin mühafizəsi terminini əməyin təhlükəsizliyi termini ilə əvəz etmək məqsədə uyğun olardı. Ümumilikdə dəyişikliklər iş yerlərində təhlükəsizliyin gücləndirilməsinə, istehsalat risklərinin azalmasına və İnsan həyatının ali dəyər kimi qorunmasına xidmət edir. İnanıram ki, qanun iş yerlərində təhlükəsizlik mədəniyyətinin inkişafına böyük töhfə verəcəkdir. Layihəni dəstəkləyirəm, səs verəcəm, təşəkkür edirəm.